xalqımızın gələcəyi müəllimlərin yetişdirdiyi nəsillərdən asılıdır. Mən də fəxr edirəm ki, bu peşəni öz üzərimdə daşıyıram. 2006-cı illərdən bir çox vəzifələrdə işləmişəm. Mühəndis, baş mühəndis vəzifələrinə qədər yüksəlmişəm. 2019-cu ildən Bakı Sərnişin Stansiyasının rəisi vəzifəsinə təyin olmuşam. Sərnişinlərə xidmət göstərmək, xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda sərnişinlərin rahat və təhlükəsiz səfərlərini təşkil etmək mənim vəzifə borclarımdan biridir. Bu məsuliyyətli və çətin işlə yanaşı artıq 10 ilə yaxındır Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsində pedaqoji fəaliyyətlə baş müəllim kimi çalışıram. Bu sahə üzrə bir çox fənləri tədris edirəm. Nəqliyyat logistikası, multimodal daşınmalar, hərəkətin təhlükəsizliyi. Kənan Təhməzli Bakı Sərnişin Stansiyasında vağzal növbətçisi vəzifəsində işləyir. Bir vaxtlar Kənanla auditoriyada bir yerdə idik. İndi Bakı Sərnişin Stansiyasında bir yerdə əl-ələ verib işləyirik. Müəllimlə birlikdə işləmək həqiqətən mənim üçün bir qürur verici bir hissdir. Universitet dönəmində öyrəndiyim nəzəri biliklərimi burada praktik olaraq tətbiq edirəm. Müəllim keçmişi örgədən gələcəyi qurandır. Bu şərəfli və məsuliyyətli peşə sahiblərini, müəllimləri 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm. Çətin və şərəfli işlərində onlara uğurlar arzulayıram. Mən dəmiryolçuyam.